600 simvolu dedin ki, nə edirsən? 200-də 10 kimi götürə bilərik. 1024-ə yaxın olduğu üçün. 10 vurulsun, 512 səhifə deyil, vurulsun 5, 32 sətr, hər sətrdə də 128 simvol var. Birinci bunu yazmışam. 10 vurulsun, 512 vurulsun, 32. Onu nə ilə götürmüsən? Vahid nə götürmüsən onda? Onda Byte. Görürsən, səhvin oradadır. Demişik axı 2 üstü n olanda n səndə bitdi. Burada 2 üstü 10, bu 10 səndə bitlə ifadə olunur. Sonra 512 yazırıq. 512, 2 üstü 9. 32, 2 üstü 5. Aha. 128-də 2 üstü 7. 128-də də 2 üstü 7'miz. Bu sənin ümumi həcmidir. Burada bax kilobit böl saniyə söhbəti var. Ona görə bunu kilobitə çevirək. Bitdən kilobitə keçəndə nə edirik biz? 2 üstü 10'a bölürük. Yox. Bitdən kilobitə gəlsən, bitin öz keçidləridir bu. Bitdən kilobitə gələndə 2 üstü 10'a sadəcə bölürsən. Burada da 2 üstü 9 ilə 2 üstü 10 gedir. 2 qalır. Bu 2 ilə də gəl 10'a apar, burada 5 qalsın. Bunu da indi sadələşdirsən, nə almış olacaqsan? Demək, 5 vurulmuş. 5 vurmuş, 2 üstü neçə? 12. Aha. 2 üstü 12. Bunun vahidi nə ilə almış oldun? Kilobitlə. Kompüterdən də yazmaq biraz çətin olur. İndi deyir ki, mətnin həcminin 20% bağlantı vasitəsilə bu qədər sürətlədir, neçə saniyə ötürülmüş olacaq. Bunun 20%. Ya bu 5 vur 2 üstü 12'nin 20%'ini tapaq. 5 vur 2 üstü 12. Bunun %20'si. %20 nə deməkdir? 5'də 1 deməkdir də. 5'də 1'ini tapsan bunun və ya da %20'sini tapsan eyni şey gəlir onsuz. Buradan alırsan ki, həcm nə olacaq? 2 üstü 12 kilobit. İndi əgər bu səndə 1 saniyəyə əgər 128, yəni 2 üstü 7 qədər ötürürsə, bəs bu 2 üstü 12'ni nə qədər vaxt ötürmüş olacaq? Burada tənasübə x yazırsan. İndi bunu da götürək. Demək, x-imiz da neçə olmuş olacaq burada? 2 üstü 7 ilə 2 üstü 5 gedir burada. Qalır 2 üstü 12 daha doğrusu gedir. 2 üstü 5 qalır. 2 üstü 5'imiz də 32. Demək ki, bu məlumatı da bizə 32 saniyəyə ötürəcəkmiş. Məlumatı 5 vursun 2 üstü 12 vursun 5'e böldü. %20'sini tapdım da. %20. Abi %20. İxtisar gedəndə 5'də 1 eləmir. Elə birbaşa bu 5'lər ixtisar getsin deyə 5'də 1'ə vurmaq kimi yazdım da bunu. %20 də yaza bilərsən. Eyni şey gəlir olsa ixtisar gedir 20 ilə 100. 5 qalır aşağıda, sonra yenə 5'lər gedir. Cavab olur 32.